Babək rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova narkotik vasitələr və psixotrop maddələrin cəmiyyətin rifahına və gələcək nəsillərin inkişafına ciddi təhlükə yaradan amillər sırasında olduğunu qeyd edib. Naxçıvan Muxtar Respublika Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov bildirib ki, narkomaniya, narkotik vasitələrə və psixotrop maddələrə qarşı yaranan fiziki və psixoloji asıllıq halıdır. Bu asıllıq fərdin gündəlik həyat ritmini pozur, onun davranışlarına və emosional durumuna mənfi təsir göstərir. Narkotiklərin yayılması cinayətkarlığın artmasına, əmək qabiliyyətinin azalmasına və gənclərin gələcək perspektivlərinin məhv olmasına səbəb olur. Faiq Səfərov bildirib ki, narkotiklərlə mübarizə aparmaq hər kəsin borcudur. Maarifləndirmə, dəstək və düzgün nümunə göstərmək bu istiqamətdə mühüm rol oynayır. Unutmayaq ki, narkotikə yox demək, həyata, sağlamlığa və uğurlu gələcəyə davam deməkdir. Tədbirdə digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Adilə Səfərova, Tərlan İbrahimova, Arzu Sadiqov, NTV Xəbər.